Sağ olun. Çok sağ olun, var olun. Aziz Mingəçevirlər. Her birinize derin minnettarlığımızı Cəbrayıllar adına bildirirəm. Həqiqətən İsmail İmanzadə Cəbrayılın sayılıb seçilen övladlarından biridir. Ve 30 yıl mecburi köçkün hayatını Mingəçevirlər ona sinə geldiler. Mingəçevirdə yaşadı, yaradıcılıqla məşğul oldu. Gün dərsi də Mingəçevir cemaati onun ətrafındadır. Sizler, ben elə ona göre bütün Cəbrayıllar adından sizin her birinize derin minnettarlığımızı bildirirəm. Aziz Mingəçevirlər, biləsiniz, Cəbrayıl indi değildi, həqiqətən böyük bir eldi. Ve bu rahmetliğin büyük bir eli var. Azerbaycan onun elidir. Allah kendine rahmet eylesin. Hakikaten kahır beni bulur. Tavuşa bilmirəm. Ama istəyirəm deyəm ki, əziz qardaşım, rahat yat, rahat uyu. Cəbrayıllar seni hiç vaxt unutmaz. Mingəçevirlər seni hiç vaxt unutmaz. Respublika Yazıçılar Birliği seni hiç vaxt unutmaz. Ve bütün Azerbaycan'ın Allah koysa sen dilinde ezber olacaksan. Yaratıcılığıyla, faaliyetiyle. Allah sana